Sizi salamlayıram, hörmətli izləyicilər. Belə bir sual gəlib ki, doktor, aybaşı niyə gecikir? Aybaşın gecikmə səbəbləri çoxdur. Birinci növbədə hamiləliyi inkar eləmək lazımdır. Əgər qadında hamiləlik yoxdursa, onda başqa səbəblər axtarmaq lazımdır. Səbəblərdən ikincisi stressdir. Stressə aiddir həddindən artıq kökəlmə, həddindən artıq arıqlama, məkan dəyişmə və yaxud da ki, ruhi bir zərbə almaq, bunlar stressə aiddir. Əgər bu da yoxdursa, onda qadının yaşını nəzərə almaq lazımdır. Əgər menopauza dövrünə yaxındırsa, onda bəzi hormonlar verilir ki, qadın bilsin, bunda menopauza başlayıb, yoxsa yox. Və təzə aybaşı başlayan qızlarda, 12-13 yaşında, onlarda aybaşı gecikməsi normaldır. 2 il müddətində o öz-özünə bərpa olunur. Əziz analar, əgər sizin qızınızın 12-13 yaşı varsa və aybaşı ara-sıra gecikirsə, 2 il müddətində o qaydaya düşəcək, ona görə siz özünüz stressə düşməyin. Menopauzada olan qadınlar da bilsinlər ki, 2 il müddətində aybaşı aylarla azalır, bəzən olur, bəzən yox və nəhayət kəsilir, bu da normadır. Başqa səbəblərdən isə hipofiz vəzdə olan problemlərə aid hiperprolaktinemiya, bu aybaşını gecikdirir. Qalxanvarı vəzdə olan problemlərə həm hipertireoz, həm hipotireoz, böyrəküstü vəzdə olan problemlərə isə böyrəküstü vəzin hormonlarının pozğunluğu aid ola bilər. Mədə-altı vəzdə olan hormonların ifrazının pozğunluğu. Yumurtalıqlar haqqında onu deyə bilərəm ki, adətən yumurtalıqların polikistoz sindromu aybaşı gecikməsinə səbəb ola bilər. Əziz qadınlar, sizdə aybaşı gecikirsə, narahat olmayın, öz həkimlərinizə inanın, həkimlərə gedin. Ac vəziyyətdə gedin ki, onlar sizin bəzi hormonlarınızı yoxlayıb, ultrasəsdən müayinə edib, anamnez toplayıb, sizə düzgün cavab verə bilsinlər. Stresə düşməyin və həkimlərinizə inanın. Diqqətinizə görə çox sağ olun.